ümumiyyətlə hər şeydən Gözdə saçlarım da özümündə. Nə qaynaq var, nə bilim nə var, nə bilim nə var. Mamiçka neçə kilosan soruşurlar. İndi mən uje deyirəm ağzınızın suyu axar. Mən uje 69 kilo. 6 kilo arıqlamışam, hə. Mamam 75 kiloydum, hə, 75 kiloydum, indi belə arıqlamışam. Saçı qırmızıdır Təranə xanımın. Saçı qırmızı da öz saçıdır. Görüm ay qız biraz. Özümü biraz qaşım. Uyducumun firması Hitachi. Özü alıb buna. Amma o birisi evindəki nədir? Həyat evindəki. O birisi şeydir, LG. Necə arıqladınız, deyir Təranə xanım. Qaçıram mən. Mən qaçıram. Təranə xanım heç dayanır ki, yemək onun vaxtı olmur ki. Mən o qədər qaçıram, çox hərəkətdəyəm mən. Dəhşət hərəkət edirəm. Bəli, mən Təranə xanımın ortancıl qızıyam. Boyu mamanın 1.68. Bəs nə yaxşı deyirlər, qırış falan yoxdur. Allah bilib ki, öyle şeylərdən qorxacaq, eləməyəcək. Ona görə də ona o cür belə maşallah, belə plotna sifət verib. Daş kimidir, görürsünüz. Amin, çox sağ olun. Yadınızda saxlayın ki, botoksu bura eləyirlər. Bilməyənlər üçün deyirəm. Dolğunu dildən bura eləyirlər. Hə? Botoks ümumiyyətlə bu hissəyə olunur. Bu hissələr var, ha, canlarım mənim. Bu hissələrə heç bir vaxt botoks olmur. Bax, bu hissələr. Burada gərmə olur. Gərmə. Yalan niyə desin ki, görsüz mən eləmişəm, deyirəm ki, mən eləmişəm misal üçün. Amma anam elətdirməyib. Yalan deyir. Yalan deyir, hər şey eləyib, yalan da deyir. Əcəb eləyib. Yalan düşdüsün ki. Elə ki,